Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Ve hakkı Fatıma ve abiha ve berliha ve beniha ve sirril mustağdar fiha. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Həzrəti Fatımənin şəhadəti ikinci rivayətə əsasən bu günlərə uyğun gəlir. Həzrəti Fatımə Allahın sevimli bir bəndəsi, Həzrəti Fatımə insanlıq üçün bir ulğu və nümunə, Həzrəti Fatımə bəşəriyyətə insanlıq yolunda lazımı həqiqətləri az ömründə göstərən bir şəxsiyyət ki, ömründən 1400 il ötüb, həm ömründən, həm ölümündən, şəhadətindən bu qədər illərin ötməsinə baxmayaraq, yenə həqiqəti dillər əzbəridir, yenə varlığı, yenə həyatı və məmatı, elə ölümü də insanlar üçün bir həmişə diqqət mərkəzidir və həmişə insanlar üçün bir lazım olan həqiqətin var olduğu ünvan kimi axtarılır. Həzrəti Fatımə salamullah əleyhanın barəsində Həzrəti İslam Peyğəmbərindən müxtəlif hədislər nəql olunub ki, eynən də digər məsumlar əleyhimussalamdan bir çox hədislər Həzrəti Fatımənin barəsində deyilib. Əlbəttə bu şəxsin şəxsiyyətinin Allah yanında nə qədər dəyərli olmasını çatdırmaq üçün bu sözlərdən istifadə ediblər. Həzrəti Peyğəmbər vəhyidən kənar bir söz deməyən şəxsiyyət Həzrəti Fatıməni tərif eləyirdi ki, məşhur və məruf bir rivayət Həzrəti Səlmandandır ki, o rivayəti başlayaq, müqəddimə eləyək, bəzi mətləbləri də Həzrəti Fatımənin barəsində deyərik. Həzrəti Səlman deyir, İslam Peyğəmbəri mənə buyurdu, Ya Səlman, hubbu Fatiməti yənfəu fi miəti mautin. Biləsən Səlman, Həzrəti Fatiməni sevmək 100 yerdə insana kömək eləyər. 100 yerdə insan ondan mənfəət aparar. Hər kim Fatiməni sevsə, hər kim Fatimiyə məhəbbət bəsləsə, o 100 yerdə mənfəət götürər, xeyri tapar. Ki, Həzrəti Peyğəmbər Həzrəti Fatimənin barəsində buyurdu, əvvəlu şəxsin tədxulul cənnətə Fatimə, ki, bu söz özü bəsdir ümumi bəşəriyyətə. İslam aləmi Həzrəti Fatimənin kimliyini artıq bu sözdən başa düşə bilir. Ki, Həzrət buyurur, əvvəlin o adamdır ki, behiştə daxil olacaq, qızım Həzrəti Fatimədir. Ki, hətta bir sözündə Həzrət Peyğəmbər ömrünün axir hissələrində dedi ki, mənim əhl-i beytimdən mənə ilk tez qovuşan, mənimlə görüşə gələn, yəni dünyasını tez dəyişəcək şəxs qızım Həzrəti Fatimədir. Ki, Həzrəti Peyğəmbər deyir, Ya Səlman, hubbu Fatiməti yənfəu fi miəti mautin. Həzrəti Fatiməni sevmək insana 100 yerdə xeyr verər. İnsan fayda götürər Həzrəti Fatimənin məhəbbətindən 100 yerdə. Əysəru tilkəl məvatin. İndi baxın, Həzrət buyurur ki, onların ən asanı bu yerlərdir. Ən sadəsi bu yerlərdir. Əl-maut vəl-qəbr vəl-mizan vəl-məhşər vəs-sirat vəl-muhasəbə və sair və ilaxir. Həzrət buyurdu ki, Səlman, 100 yerdəki Həzrəti Fatimənin məhəbbəti insana fayda verər. Onların ən sadəsi, onların ən yüngülü, onların ən kiçiyi biri insanın ölüm vaxtıdır, can verən vaxtıdır. O ki, insan canın tapşırar ki, rivayətlərdə var insan üçün ən çətin hallardan və ən çətin anlardan biridir ki, Həzrəti Fatimənin məhəbbəti ilə yaşayıb dünyadan köçənlər çox rahat can verəcəklər. Vəl-qəbr
Biri də budur ki, qəbr gecəsi, onu ki qəbrə qoyacaqlar. Qəbr halətində, qəbrin daxilində Həzrəti Fatimənin məhəbbəti ilə dünyada yaşayanlar zərər görməyəcəklər. Vəl mizan, o iki tərəzi vaxtıdır. Onun artıq nə olar? Əməllərin gətirib tərəziyə qoyarlar. Vəl məhşər, artıq o qiyamət baş verəcək. Və sirat körpüdən keçəcək o tərəfə ki, insan behişdə addımlayar. Vəl mühasəbə, və o iki insan hesab verəcəyi gündür. Ki, və sair və ilaxir ki, bu Peyğəmbərin bu saydığı ölümdür, qəbirdir, mizandır, siratdır, hesabdır, məhşərdir. Bunlar doğrudan çox çətin bir yerlərdir ki, Həzrət deyir, ən sadəsi bundan ibarətdir. İndi baxın, Həzrəti Fatimənin məhəbbəti dünyada insana nələri təlim eləyir ki, ölüb insan dünyasını dəyişəndən sonra qiyamət insan üçün ən çətin günlərdir. Bunlar insan üçün çox asan gələcək. Həzrəti Fatimənin məhəbbəti insana dünyada vəzifə tanıtdırır. İkinci xüsusiyyəti bundan ibarətdir. Həzrəti Fatimənin məhəbbəti insana vəzifəsini tanıtdırmaqla bahəm, eyni halda da insana vəzifəsinə məhəbbət yaradır. Və o vəzifəsinin canı bahasına da olsa həyata keçirməyə razı və hazır olur. Bu Həzrəti Fatimənin məhəbbəti sayəsində olur. O Məcnuna deyirdilər, Leyli səni sevmir. Gördün, gəldi bu qədər cəmaatın içində sənin küzələrini sındırdı. Dedi, onun meyli mənə olmasaydı, mənim küzəmi sındırmazdı. Düzdür, işim yoxdur. Bu məhəbbətlərlə Həzrəti Fatimənin məhəbbəti əslən qabil müqayisə deyil. Əslən müqayisəyə gələn məsələ deyil. Misal üçün deyirəm, tarixdə baxın, nə çox dastanlar yazıblar, nə çox əsərlər, əl yazmalar qoyub gediblər. İnsanın məhəbbəti yolunda nə qədər can qurban eləyib. Əhl-i Beyt əleyhimussalamı sevən insanların tarixində bunların hamısı öz əksini tapıb. Hamısı öz əksini tapıb. Bir nəfər İmam Rıza əleyhissalam bir nəfərin gəldi qəbrə qoyulanda ki, atasından o ölənin atasından aldı, özü qəbrə qoydu. Atası dedi ki, baxdı simasına bir nurani cavan, çox diqqətin cəlb elədi. Ağlaya-ağlaya ki, dayı oğlun qəbrə qoyurdu. Dedi ki, ağa, sənin siman məni cəlb elədi. Kimsən sən? Dedi, Əli ibn Musa Rıza. Deyir, ağlamağın biraz da şiddətləndirdi. İmam Rıza əleyhissalam dedi ki, filanı, niyə ağlayırsan ata? Nə səbəb olub ağlayırsan? Dedi, and olsun Allaha, oğlum sənin məhəbbətindən gecə gündüz nalə eləyirdi. O qədər sevirdi səni. Əhl-i Beyt əleyhimussalamın məhəbbəti insanın həyatında bir dönəm, bir dəyişiklik yaradır ki, insan doğrudan Allah istəyən kimi yaşaya bilər. Ki, Həzrət buyurur, Səlman, sənin əgər Həzrəti Fatimənin məhəbbəti hər kimin qəlbində olsa, yəni bu saydığım yerlərdə insan rahat olacaq. Buna xatir insan mənfəət götürəcək. Yəni dünyada Həzrəti Fatimənin məhəbbəti o qüdrətdədir ki, səni formalaşdıra. Sənin həyatına bir düzən verə. Hər nə qədər cəhali, hər nə qədər nadanlıq bir həyatı ilə yaşasan, Həzrəti Fatimənin məhəbbəti sənin həyatında bir yenilik yaradır, sənin həyatında bir inqilab eləyir. Ruhiyyəndə, daxilində Həzrəti Fatimənin məhəbbəti inqilab eləyir. İnsanın keçmiş həyatın, pisliklərin tamamı bir fəzilətlərlə dolu bir həyata dəyişir. Bu Həzrəti Fatimənin məhəbbətindən ibarətdir. Hər kəs sevə bilsə. İmam Rıza əleyhissalam buyururdu ki, çalışın bizi sevməyi özünüzə borc bilin. Bizim məhəbbətimiz sizin üçün çox zəruridir. Bizim sevgimiz sizə vacibdir. Əgər sevə bilsəz, yaşaya biləcəksiniz. Həyatın şirinliyi bundan ibarətdir ki, məsumların məhəbbətini insan qəlbində yaşada bilər. Yəni, tamamı insanlığın məhəbbətin özündə cəm eləyə biləcək. Kimin sevgiyə, kimin tənəffürə layiq olduğun bu məhəbbət müəyyən eləyəcək ki, Həzrəti Səlmana da Həzrəti Fatimənin barəsində Peyğəmbər vəsiyyət eləyirdi, nəsihət eləyirdi. Bu dəyərli bir şəxsiyyət, bu əzəmətli bir xanım, illərdir, 14 əsrdir qəbri gizli qalıb ki, biz barəsində əvvəlin əyyamda danışmışdıq. Həzrət Fatimə günlərinin əvvəlində bir rivayətə görə ki, o günkü Həzrət Fatimənin şəhadətinə uyğun gün olur. Onda biz birincisində danışmışdıq bu barədə. İstəyirəm bəzi mətləbləri deyəm. Niyə Allah görürsən
bəzi şeyləri gizli saxlayıb. Hətta Qur'an-ı Kərimin özünün öz üslubuna baxın. Bəzi ayələr var, günü bu günə qədər, bu qədər elmin inkişafı müqabilində hələ mənası mütləq şəkildə aşkar edilə bilməyib. Huruf-u müqəddəə kimi. Təqribən 29 dənə bu hərif ki, bu yerlərdəki işlənib, bu hərflərin mənası anlaşılmır. Bir halda ki, Qur'an özünə tibyan deyir, yəni aşkar bəyan eləyən deyir. Qur'an hər şeyi insanlara bir rahat formada təqdim eləyir. İnsanların həyatında lazım olan məsələləri, halalların, haramların, icazəli olanları, qadağan olanların insana təqdim eləyib. Baxırsan, Qur'an bəzən məxfi məlumatlarla danışır. Məxfi sirlərlə danışır. Məxsus kodlarla danışır. Nə səbəb olub görəsən? Ki, mənaları çoxdur. Bu qədər aşkar Qur'an ayələrindən başa düşməyən cəmiyyət üçün bəzi ayələr gərək gizli qala. Bəzi ayətlər gərək məxfi qala. Ki, bəzən 11 dənə imamın həyatına baxın. Hamısının həyatında bütün məsələlər o qədər şəffaf formada aydın olduğu bir təqdirdə Allah imamın birin qeybə çəkir, insanların gözündən kənar saxlayır. 11 dənə imamın aşkar formada təbliğatına bir imamın qeybi həyatı lazımdır. Həzrəti Fatimənin gizli qalan qəbri aşkar formada təbliğ olunan İslam Peyğəmbərinin ayələrinin, sirlərinin mənasını insanların düşünməyinə xatir nə eləməkdir? Çatdırmağa xatirdir. Ki, insanlar bəzən bəzi şeyləri aşkar formada görəndə həqiqətən başa düşə bilmirlər. Biz öz cəmiyyətimizin arasında da bunları çox müşahidə eləmişik. Və hər dönəmdə də bu şeylər tarixən baş verir və verməkdədir və verəcək də. Bütün zamanlar bu şeylər əhatə olunur. Görürsən, bəzən insan əlində olan bir şeyin, varlığın barəsində olduğu müddətdə o qədər düşünə bilmir. Amma görürsən, əlindən gedəndən sonra o varlığın həqiqəti barəsində istəyir bir araşdıra. Həzrəti Fatimə İslam Peyğəmbərinin şəriətinin aşkar formada təbliğatını başa düşməyən insanlar ki, istəyirdilər onun şəffaflığını ortadan aparalar, bir Həzrəti Fatimənin qəbrinin gizli qalmağı eləyə bildi İslam Peyğəmbərinin şəriətinin aşkar formada, olanın elə aşkar formada insanlara çatdırsın. Amma özünün qəbrinin gizli qalmasıyla. İnsanlar düşünsünlər, görəsən bu Həzrəti Fatimənin qəbri niyə gizli qalıb? Bu əzəmətli bir xanım. Qəbrindən niyə insanların xəbəri yoxdur? Niyə ehtimallar əsasındadır? Görən nə səbəb olub bunlara? Ki, niyə 11 dənə imam bəyəm azmı insanlara həqiqəti göstərmişdi, nümayiş elətdirmişdi, həyatında əməli yaşamışdı? Niyə Allah bizim aramızdan çəkdi axirin imamı? Bu qeybətin görəsən, qeybəti kubranın fəlsəfəsi nədən ibarətdir? O aşkarlara olunan zülümlərlə ki, onların həqiqətinin üstünə istəyirlər bir pərdə çəkələr, onun Həzrət İmam Zaman əleyhissalamın qeybətinin mənası budur ki, onların həqiqəti daim öz həqiqətində və rəngində qala bilsin. Həzrəti Fatimə İslam Peyğəmbərinin şəriəti yolunda canın qurban edib. Bu əzəmətdə xanım gizli olan qəbri ilə daim insanları düşünməyə vadar edib. Ki, baxın, İslam Peyğəmbəri Uhud müharibəsində, baxın, ən deyərdim, İslam tarixində mühüm olan müharibələrdən biri, yəni daha çox Qur'anda bəhsi gedən müharibələrdən biri Uhud müharibəsi. Ki, Allah vəd vermişdi, müsəlmanlar qalib olacaqlar. Ki, hətta bəziləri Peyğəmbərə İrad ünvanında sual edirdilər. Ya Rəsulallah, Allah vəd verməmişdi biz qalib olacaq. Niyə məğlub olduq? Baxın, işin fəlsəfəsi və hikməti bundan ibarət idi ki, Allah vəd vermişdi o zamana qədər ki, insan tamahına qalib olsa, insan tamahına hakim ola bilsə qalib olacaq. Uhud müharibəsində Allahın vədi insanın tamahına hakim olacaq yerə qədər verilib. Müharibə gözündə baxmayaq, ha? 2 dənə qoşunun döyüşü gözündə baxmayaq. Biz buna bir həqiqət gözündə, biz həyatımızda dəyişkənlik gözündə baxaq bu hadisələrə, bu vaqiiyyətə, bu həqiqətə, bu baş verən hadisələrə. Ki, Allahın qalibiyyəti hara kimi idi? Müsəlmanlar qalib olacaqlar o zamana qədər ki, nəfslərindən doğan, nəfslərindən qaynaqlanan, nəfslərindən irəli gələn, tamahlarına hakim olan yerə qədər Allah Uhud müharibəsində müsəlmanlara qələbə vədi vermişdi. Məğlubiyyət hardan başladı? Nəfsin istəkləri, meyilləri başlayan yerdən
müsəlmanlara məğlubiyyət hakim oldu. Bu bir ölçü və nümunədir. Müsəlman, başa düş, insan, Adəm övladı, başa düşəsən, sənin qalibiyyətin daxili meyillərinə hakim olanda baş verir. Əgər daxili meyillər müqabilində məğlub olsan, aciz olsan, onda sənin xarici aləmdə gördüyün bütün qalibiyyətlər zamanla sənin əleyhinə xidmət eləyəcək. Tarix də bunun hər tərəfini sərgiləyib. Eynən baxın, bu müharibədə İslam Peyğəmbəri Mədinənin daxilindəki qalibiyyəti rədd elədi. Mədinənin xaricindəki məğlubiyyət yolunu seçdi. O bir dərsə xatir, gələcək işlərdə İslamın faydasına xatir. Həzrəti Peyğəmbərin o əzəmətli qızının qəbrinin gizli qalması gələcəkdəki övladlarının, məktəblərinin aşkar təbliğ olunmağına, şəraitə xatir gizli qalıb ki, biz barəsində də bunun çox bəhs eləyə bilərik. Amma düşünən cəmiyyət, başa düşən cəmiyyət, elə bilirəm, bu mövzuların bu hissələrindən başa düşər ki, Həzrəti Fatimə özünün qəbrin gizli saxlamaqla, Həzrəti Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalamın onun, o xanımın qəbrinin gizli saxlanmasına, gecə ilə onu dəfn eləməyin mənası bundan ibarətdir. İnsanlar Əhl-i Beytin barəsində düşünə bilsinlər. Bu əzəmətdə xanım niyə bu vəziyyətdə dəfn olunub? Bu Həzrəti Fatimənin İslam ümmətinə verdiyi bir nəfəsdir. Tohidin məktəbinə verdiyi bir nəfəsdir. Yəni tək Allahlığın məktəbinə verdiyi bir nəfəsdir. Özdə hansı müsibətlərlə, heç bir alə bu müsibəti bu həddə görməyib. Həzrəti Fatimə kimi bir ana ola, Həzrəti Əli kimi bir həyat yoldaşı ola, İmam Həsənlə İmam Hüseyin, Həzrəti Zeynəb kimi körpə uşaqlar ola, evdə qüsulu kəfəni bunlar hazırlaya. Bu müsibət dünyada heç misli görünməyən bir müsibətdir. Allah sənə anda verirəm. Həzrəti Fatimənin məqamına xatir bizi Həzrəti Fatimə məktəbindən dərs almağa müvəffəq elə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.